Respublikanın bütün bölgələri kimi Mərkəzi Aran və Aran-Qarabağ bölgəsinə də qar yağıb. Yollarda avtomobillərin hərəkəti çətinləşib. İndi təqdim edəcəyimiz süjetdən bu bölgəyə daxil olan yollardakı, həmçinin Ağsu doyalarındakı vəziyyətlə tanış ola biləcəksiniz. Aran bölgəsində dünən günün ikinci yarısında sulu qar, qarla əvəzlənib. Qısa müddətdə hər yan ağ ürpəyə bürünüb. Gecə saatlarında müşahidə olunan şaxta isə yolların buz bağlamasına səbəb olub. Bu da yollarda gediş-gəlişi çətinləşdirib. Bununla əlaqədar olaraq 36 saylı yol istismar idarəsi gücləndirilmiş iş rejiminə keçib. Körpülər, həmçinin yollardakı keçidlər qardan təmizlənib. Yollara qum səpilib. Yolların qardan təmizlənməsi prosesi hazırda da davam edir. Saat altdan yenə körpüləri qrezlə təmizləmişik. Öz ərazimizi Hazqabul-Mincivan yolunda 95-ci, 98-ci, 104-cü kilometrlərdə olan körpülərimizi təmizləmişik. Sonra İmişliyə giriş yolunda 6-cı kilometrdə yerləşən Araçların üzərindəki körpünü təmizləmişik. Qumla da eynlərlə bərabər qumlamışıq. İndi də hal-hazırda görürük ki, qum səpirik. Kürdəmir yolunda Kürdəmir, Bərəmtəpə avtomobil yolunda töprovod deyirik. Biz yol ötürücü dəmir yol üstündə keçən körpünün harasa bir 2 kilometrdən yuxarı ərazisi var. Oranı da qumla təmizləmişik, belə qrezlə təmizləmişik, qumla da qumlamışıq. 2 gündür yağan qar Bakı-Şamaxı-Yevlax avtomagistralının dağlıq ərazilərində, Ağsu dolaylarında bir sıra çətinliklər yaradıb. Yollar buz bağlayıb. Ağsu rayon 12 saylı yol istismar idarəsinin ağır texnikası və işçi qüvvəsi dolaylarda yolun hərəkət hissəsinin qar və buzdan təmizlənməsinə cəlb olunub. Yola qum və duz səpilib. Yolda avtomobillər normal hərəkət edə bilir. Yol istismar idarəsinin işçiləri 3 növbəli iş rejiminə keçib. İdarədə kifayət qədər qum, duz ehtiyatı yaradılıb. Səhər saatlarından bütün mühəndis texniki işçilər və fəhlələr səfərbərliyə alınmış, bütün yol texnikası yola çıxarılmışdı. Bərdə rayonunda yağan qar da yollarda avtomobillərin hərəkətini çətinləşdirib. Bu səbəbdən 28 saylı Bərdə yol istismar idarəsi tərəfindən yollara duz və qum səpilib. Görülən işlərə baxmayaraq, bəzi yerlərdə avtomobillərin yollarda sürüşməsi halları qeydə alınıb. Yollarda sürüşərək yıxılan piyadalar da olub. Bugün sürüşmə nəticəsində xəsarət alan 2 nəfər xəstəxanaya müraciət edib. Elnari İbrahimova, Mirəl Əkbər Hüseynov, Aqil Əsədov, Daşqın Abdullayev, İmişli, Ağsu, Bərdə.